Bir nəfər deyir nişanlıydıq, nişan mərasimimiz idi. Oturmuşduq gəlinlə, nişanlımla, cəmaat yığışmışdı. Dedilər, yaxşı, siz cavanlar çəkilin bir kənara, gələcəyinizdən danışın, şad keçsin də bu gecə sizin üçün, arzularınızdan, gələcəyinizdən falan. Bu da dindar adamdır. Deyir ki, yanımda Quran var idi, çəkildik nişanlımla kənara. Xanıma dedim ki, gəl gələcəyimizdən danışaq. Qurana baxaq görək, gələcəyimizdən nə deyir? Qurana baxaq da, ən real sözləri Quran deyir bizə. Açdım, deyir, Ər-Rəhman surəsi gəldi. Ər-Rəhman surəsində Kullu mən aleyha fan və yəbqa vəchu Rabbikə zülcəlali vəl-ikram. Bu ayə gəldi. Ölülər oxuyurdu, bunu ölünü qaldıranda. Bilməm niyə görə, hardan adət olub bilmirəm. Pis də deyil, oxunsun, amma belə bir hədisdə görməmişəm ki, desinlər, ölülər qaldırılanda Ər-Rəhman oxunsun. Yəqin ki, har nəsə bir əsası var. Nədir bu ayə? Ayənin mənası budur ki, Kullu mən aleyha fan. Hər şey fanidir, hər şey sona çatacaq. Təkcə Allahın cəmalı, Allahın vəcihi, Allahın zatı həmişə qalacaq, əbədidir.